Salam, hər vaxtınız xeyir əziz İdman TV izləyiciləri. Nokaut verilişi növbəti buraxılışı ilə efirdədir. Bugün biz ölkəmizdə fəaliyyət göstərən Elbir İdman Liqası haqda danışacağıq. Qonağımız isə liqanın sədri Elçin Çobanzadədir. Xoş gördük sizi. Xoş gördük. Elçin müəllim, Elbir İdman Liqası hansı müddətdir fəaliyyət göstərir? Fəaliyyət strategiyamız nədir? İlk olaraq bundan başlayaq. Elbir İdman Liqası 2011-ci ildən fəaliyyət göstərir. Ədliyyə Nazirliyindən 2013-cü ildən rəsmi olaraq qeydiyyata düşdü və 2011-ci ildə mütəmmədi olaraq hər il bir neçə böyük yarışlar edir və onun bəhrəsi olaraq bizi Neftçi İdman Klubu dəvət etdi və biz artıq Neftçi İdman Klubunda da fəaliyyət göstəririk, orta razılaşmaya əsasən və orada yeniyetmələr, gənclər və kişilər arasında müəyyən bir məşq prosesləri olur. Daha sonra isə böyük yarışlara çıxırıq, bu yerli və beynəlxalq yarışlara aiddir. Ümumiyyətlə, Elbir İdman Liqasının məqsədi nədir? Bir neçə idman növünü özünə birləşdirir və onlara yeni bir müasir milli Elbir adı altında fəaliyyət göstərirlər və məqsədimiz dünyada sürətlə o modelləşməyə isə daxil olmaqdır. Bəzi idman növləri var ki, həmin idman növünün açılışı artıq adından bəllidir. Məsəl üçün, karate olsun, güləş olsun, judo olsun. Elbir deyiləndə ola bilər ki, izləyicilərimiz tam təfsilatı ilə bunun fərqinə vara bilməzlər. Ümumiyyətlə, Elbirə hansı idman növləri daxildir? Elbir sözünün mənası el-bir, yəni el birliyi, həmrəylik mənasına gəlir və bura bir neçə idman növünün modelləşmə forması aiddir. Məsələn, bizim ringdə olan peşəkar karateyə oxşar döyüşlərimiz var, amma bu karate yarışları deyil. Karatedə vazari var, ippon var. Bizim yarışlarda knockdown var, nokaut var və bir neçə raundlara bölünür. Raundlar arasında idmançılara fasilələr verilir, peşəkar boks yarışlarında olduğu kimi. Və kickboksa oxşar versiyası var ki, o da kickboksdan tamamilə fərqlənir. Geyimlər fərqlidir, idmançılara sərbəst geyim verilir, dəqiqələr fərqlidir. Yəni hər bir zərbəyə xal verilmir, ancaq idmançı knockdown və nokaut düşməlidir. Və MMA versiyasına oxşan versiyası var ki, bu da MMA deyil. Və burada idmançının ringə qədər olan bütün prosesləri izlənir. Ringə hansı formada girir, hansı musiqi altında girir, hansı şou proqramına girir və necə özünü aparır. Və dördüncü də dünyada bir məşhur bir təşkilat var, WWE yarışları var. Bir növ izləyicilərimiz üçün daha təfsilatı ilə desək, Amerika güləşi. Bəli, Amerika güləşi var ki, dünyada ən böyük izləyicisi olan bir yarışdır. Hətta UFC onun tərkibinə daxil olub. Və biz də dünyanın ayaqlaşmaq istədik, yəni modelləşmiş dünya biz də öz qoşulmaq istədik və düşünürəm ki, müəyyən mənada istədiyimizə nail olmuşuq. Bu zamana qədər ki, hansı yarışları keçirmisiniz, hansı turnirlərdə iştirak etmisiniz? Biz Almaniya, Avropa, Rusiya, Gürcüstan bir neçə yarışlarda iştirak eləmişik, amma bizim əsas məqsədimiz dünyada olan idmançıları bura dəvət eləməkdir. Məsələn, 2019-cu ildə biz Çeçenistanın məşhur Axmat klubunu bura dəvət elədik və İdman televiziyası həmin yarışı yayımladı. Biz orada qalib gəldik. Onlar yəni dünyanın ən güclü Kyokushinkai və Kabir ustaları idi. Və daha sonra biz düşünürük ki, növbəti ildə 2026-cı ildə dünya ulduzlarını Azərbaycana çağıraq. Bunlara aiddir Jackie Chan, yəni Mike Tyson, Dwayne Johnson, Şahrukh Khan və dünyada qarşımıza qoyduğumuz məqsəddən biri də o ki, bizim tədbirlər Netflix səviyyəsində yayımlansın. Siz özünüz gözəl məqama toxundunuz. Dwayne Johnson olsun, Jackie Chan'ın özü olsun, həm idman sferasında, eyni zamanda da film sferasında kifayət qədər tanınan simalardır. Beynəlxalq münasibətlər burada nə dərəcədədir? Məsəl üçün, siz hansısa bir seminarlarda iştirak edirsinizmi? Digər hansı xarici ölkələrin təcrübəsindən yararlanırsınız? Bizim üçün dünya təcrübəsi birinci yerdədir. Çünki dünya təcrübəsində yerə gələn böyük, yəni dünya ulduzları o mərhələyə gələn zaman artıq müəyyən sınaqlarını keçirlər. Dünyanın da öz sınaqları var. Azərbaycanda biz idmanla paralel filmlər də çəkirik. Necə ki, dünyada Amerika təcrübəsində, yəni Dwayne Johnson özü həm Amerika filmlərini çəkilir, Hollywood filmlərini çəkilir, həm özü WWE yarışlarına qoşulur və böyük bir kütlə əldə edilir. Bizim əsas məqsəd nədir? Burada müəyyən bir yaş kateqoriyası var ki, gənclər və yeniyetmələr. Onlar həssas yaş qruplasıdır. Orada boşluq olanda gənclər yəni boş vaxtın düzgün səmərəli istifadə etməyə bilərlər. Biz onları normalda boş vaxtını götürüb daha normal, daha sağlam, daha faydalı bir vaxtla doldurmağa çalışırıq. Biz əsasən bizim yarışların məqsədi, çəkdiyimiz ki, olan məqsədi dövlət əhəmiyyəti olur, narkotika ilə mübarizə xarakteri, sağlam həyatın təbliğ xarakteri, istər çəkdiyimiz filmlər olur, istər
yəni etdiyimiz yarışların məqsədi bu olur. Və düşünürəm ki, yəni dünya təcrübəsi bizim üçün önəmlidir. Çünki dünyada bu artıq müəyyən bir etaplar keçir. Yaxın günlərdə səhv etmirəmsə sizin özünüzün film təqdimatı oldu və həmçinin əlavə etdiniz ki, sosial şəbəkələr olsun, digər yəni gənclərə nüfuz edə biləcək platformalarda maksimum təbliğatınız var. Yəni bununla bağlı digər hansı işləri görürsünüz? Biz ümumiyyətlə narkotikayla mübarizə xarakterində pis vərdişlərlə deyək ki, mübarizə xarakterində 2021-ci ildə bir yarışımız oldu. Sərhədsiz İdman Olimpiya Mərkəzində Azərbaycan idmanlarında bir rekord göstərici oldu. 20.000 insan həmin yarışı izləməyə gəlmişdi. 5.000 insan zalda, 15.000 insan çöldə. Hətta həmin günü taksi sifariş verən insanlar deyir ki, bütün həmin yerdə taksilər dolmuşdu, yol qırmızı göstərirdi. İnsanlar elbir qışqırırdılar, yeniyetməli gənclər, narkotika yox deyərək qışqırırdılar, bu bizi sevindirdi. Və daha sonra bizim üçün keçən illəri COVID-19 dövrü idi, biz ona dövlət dəstəyi ilə bir film çəkdik. Həmin dövrdə bütün dövlət qurumları bir mənalı şəkildə bizim yanımızda oldu. Hətta şəhərin bütün monitorlarında bizim filmin afişaları vuruldu. Və Bakı Konqres Mərkəzində filmin... Və idmançılarınız da həmin filmlərdə biz mütləq peşəkar aktyorlardan başqa bizim idmançıları və gənclər təşkilatlarının üzvlərini ona cəlb edirik ki, həm onlar tanınsınlar, həm onların bəlli bir kütləsi olur, o kütləyə bizim mesajımız rahat çatır, həm də yəni dövlət öz dəstəyində verən zaman daha çox insana faydalanmasını istəyir. Və bu ildə zərərli vərdişlərlə mübarizədə zülmətdən qurtuluş adlı bir layihə vardı. Orada 3 yol adlı bir film çəkdik. Film narkotika ilə mübarizə xarakterlidir. Nizami Kino Mərkəzi böyük bir qala gecəsi oldu. Artıq film yayımlanıb, sosial şəbəkələrdə yayılıb. Bizim məqsədimiz, yenə deyirəm, böyük bir gənclər kütləsini sözün yaxşı mənasında maarifləndirmək. Siz özünüz də bildirdiniz ki, bizdə şou xarakterli bəzi döyüşlər olur. Həm olub, eyni zamanda da gələcəyə yönümlü də bununla bağlı müxtəlif planlar var. Gələcəkdə hansı şou xarakterli döyüşləri? Və 2026-cı ildə əslində bu planımızda var. Bizim Amerikada olan danışıqlarımızı, yəni dünyada ümumiyyətlə belədir. Artıq orada danışıqlar gedən zaman Amerika Birləşmiş Ştatlarında bir agentlik var. Böyük dünya ulduzlarla danışıqlar rəsmi şəkildə aparılır və orada da kimsə sənə zamin durmalıdır. Keçmiş bir filmlərdən hamının bir Capoeira filmindən tanıdığı Mark Dacascos var. Yəni yəqin ki, tamaşaçılar bunu tanıyar. Onun meneceri bizim danışıqlar aparır Amerikada və biz istəyimiz odur ki, Mike Tyson'dan Dwayne Johnson'u Azərbaycana gətirək və onların burada bir face-to-face'ini eləyək və onları Crystal Hall'da qarşılaşdıraq və WWE formatında Netflix-də yalnız. Yəni biz 2 cütlük dəvət eləmişik növbəti mərhələlərdə. İlk öncə Şahrukh xanla Jackie Chan fikrimiz var. İnşallah ki, bu danışıqlar gedir. Hər ikisi Azərbaycanı sevən insanlardır. Ümumiyyətlə biz dəvət edən zaman həmin o dünya ulduzda olsa Azərbaycana qarşı münasibətini də bilmək istəyirik. Ki, bizim dövlətə qarşı münasibət necədir? Adını çəkdiyim 4 insan, 4 dünya ulduzda bir mənalı şəkildə bizim dövlət qarşı münasibət çox yaxşıdır. Hətta Dwayne Johnson özü Qarabağ döyüşlərində Azərbaycanı dəstəkləyib və düşünürəm ki, dünya üçün maraqlı olacaq. Və Elçin müəllim, təkcə döyüş idman növlərində yox, hətta futbol olsun, tenis olsun, komanda idman növlərində belə şou xarakterli İnanırsınız, hətta şou xarakter, modernləşmiş idmanda şou xarakter qatmayan da biraz dünya mediasına kənarda qalmış olursa. Bir növ insanlara hardasa, belə deyim, düşüncələrinə təsir. İnsanlar bir növ əyləncə axtarırlar və idmanla əyləncəni də qarışdıranda təbii ki, ortada sağlam rəqabət varsa, məncə izləyicilər kifayət qədər bundan zövq alırlar və sizin nümunələrinizdə də biz bunun şahidi oluruq. Və biz 2021-ci ildə bu təcrübədən yaralandıq. Yenə deyirəm, bir çağırışımıza 20.000 tamaşaçı gəldi və daha sonra filmlərimiz olan zaman və mənim üçün ən önəmli məsələ odur ki, qapısını döydüyümüz hər bir qurum bu məsələdə bizə qapılarını taybatay açdı. Elə yeri gəlmişkən, təbii ki, görülən işlərin üzdə olan tərəfi var, bir də eyni zamanda görünməyən tərəfləri var. Təbii ki, görünməyən tərəflərdə bəzən insanlar maddiyyat baxımından sıxıntılar çəkə bilərlər. Əgər siz deyilsə, sizə maddi dəstəyi hardan gəlir? Təbii ki, bir mənalı şəkildə dövlət dəstəyi, bir mənalı şəkildə. Məsələn, 2024-cü ildə biz böyük bir film çəkdik, Kainat adlı, COVID-19-dan bağlı. Azərbaycan Gənclər Fondu bizi dəstəklədi. Bu illəri 3 yol adlı bir film çəkdik.
Zərərli vərdişlərlə mübarizə xarakterli QHT-lər Dövlət Səhiyyə Agentliyi. Eyni zamanda bizim idmançıların təminatıdır, onların yarışdan keçirilməsidir, Neftçi İdman Klubu. Və bir neçə adını çəkmədiyimdə, yəni 1 deyil, 5 deyil, yəni mən əsas 3-ün adını çəkdim. Bir mənalı şəkildə bizi dəstəkləyirlər, o cümlədə Daxilişlər Nazirliyi olsun, Səfərbərlik Xidməti olsun, Azərbaycan Dövlət Ehtiyat Agentliyi olsun, hansı dövlət qapısını döymüşüksə bizə ən yüksək səviyyədə dəstək olunur. Hazırda sizin liqanın tərkibində yəni neçə idmançı var? Elbir İdman Liqasının əsas mərkəzi, əsas bazası Neftçi İdman Klubuna yerləşir. Bundan başqa da Azərbaycanın 10 bölgəsində fəaliyyət göstərir, Naxçıvan Muxtar Respublikası daxil. Hətta yəni bölgələrdən Bəli, bölgələrdə var. Çünki açıq turnir keçirilən zaman bizim mesajlar mütləq regionlara da çatmalıdır. Çünki biz idman və kino sahəsində dövlətə maraqlı olan mesajları veririk. Məsələn, açıq deyirəm, biz gözləyirik Cənab Prezidentin 2026-cı ili elan edəcəyi ili, o illə hansı qərar veriləcəksə, biz o fikirlə də bağlı növbəti bir layihələr edəcəyik. Mütləq bizim öz kütləmizə dövləti mesajları çatmalıdır. Bir sözlə görünən odur ki, həm yeniyetmələri, həm gəncləri sağlam həyata sövq edirsiniz. Bəs maraqlıdır, ümumiyyətlə ölkəmizdə bu kimi layihəyə həm gənclərin, eyni zamanda yeniyetmələrin marağı, öz marağı, eyni zamanda onların valideynlərinin marağı nə dərəcədədir? Biz yarışlar edən zaman biri var ki, şagird və tələbə özü gəlir yarışa baxır və bəzən biz görürük ki, valideyn əlaqə saxlayır. Mən gəlirəm, mənim qardaşım gəlir, mənim dostlarım gəlir, qonşularımız gəlir və bir də baxırsan ki, biz planlaşdırmışıq məsələn 14-29 arası, 16-29 yaş arası gənclər gələcək, 35 yaşında, 40 yaşında, 45 yaşında insanlar çox maraqla izləyirlər. Hətta bizim çəkdiyimiz filmlərin belə kommentlərine baxan zaman görürük ki, kifayət qədər yaşlı olan insanlar da var. Yəni puxtələşmiş, həyatda müəyyən bir həyat yaşanmış insanlar da var. Hətta 40-45 pluslar belə. Elçin, təbii ki, həm professional yarışlarda, eyni zamanda şou xarakterli yarışlarda bir qədər fərqlidir. Ədalətin bərpa olunması və qalibin müəyyənləşməsi. Maraqlıdır. Mən hər zaman maraqlı gəlir ki, yəni necə olur ki, Mike Tyson, Jack Paul qarşılaşır və yaxud Floyd Mayweather, Mike Tyson qarşılaşması görülür. Təbii ki, bu şou xarakterlidir. Yəni orada ədalət necə qorunur, o prinsip? Yəni bizdə həmin o ixtisaslaşmış hakimlər varmı? Bəli, var. Və fərqliliklər hansılardır? Bax, burada məsələn, yenə deyirəm, bu harda soxuşur WWE yarışlarına, necə? Düzdür, Mike Tyson Jack Paul'la döyüşən zaman peşəkar boks olsa da, qalib əvvəlcədən bəlli olur. Çünki onlar hər ikisi menecerlər otururlar, danışırlar, müəyyən müqavilə bağlanırlar. Plan qabaqcadan hazırlanır. Amma orada bir detal var, məxfiliyə xüsusi olaraq qol çəkilir. Onu hətta olan ən yaxın dostları belə bilməməlidir. Əks təqdirdə layihəni böyük bir zərbə ola bilər. Təzminat ala bilərlər. Bəli, həm təzminat ala bilərlər, həm layihənin uğursuzluğuna gətirib çıxarda bilər. Ona görə də SmackDown yarışlarında, WWE yarışlarında belə qaliblər bəlli olur. Sadəcə olaraq məxfili müqaviləsinə görə bunu üçüncü adam bilmir və maraq da ondadır. İnsanlar çox tanınmış insanların, aktyorların, idmançıların orada mübarizəsinə baxırlar. Onlar bir-birinə ən qeyri-adi bir fərqlər edirlər ki, bilirsiniz ki, onlar şou xarakterli yarışlar olsa da orada travmalar qaçılmazdı, onlar zədələr qaçılmazdı. Ən böyük zədələr olur orada. Yəni bu yaxınlarda dünyasını dəyişmiş böyük bir Hulk Hogan yəqin tanıyırdınız. Onun özünün belə neçə dəfə əməliyyat olduğundan yəqin ki, onu izləyənlər bunu bilir. Mən düşünürəm ki, qalibin öncədən bilinməsi düzgün deyil və bilinmir də, amma bu cür yarışlar mütləq vacibdir. Mike Tyson kimi böyük əfsanəvi boksçunun bir YouTuberlə döyüşə çıxmağı elə belə deyildi. Bir zaman nə vaxtsa kimsə desəydi ki, Mike Tyson hansısa YouTuberlə ringə çıxacaq, bəlkə heç birimizin anlamı. Mənim bu da dünyada idmanın modelləşməsinə bir səbəbdir. Biz yəni 2021-ci ildə iki blogerin yarışını edən zaman, YouTuber və blogerin yarışını edən zaman çox peşəkar idmançılar düşünmürdülər ki, biz belə bir kütlə yalarıq. Onların özləri belə tamaşaçı qismində həmin yarışa gəlmişdilər. Və sizin liqanın tərkibində də müxtəlif idmançılar var ki, onlar da yeniyetmələr, gənclər tərəfindən sevilirlər. Hətta şou xarakterli döyüşlərində də gəlir, kütlə iştirak edir və anşlaq da olur. Bəli, ondan sonra biz müəyyən bir zərərli vərdişlərlə mübarizə xarakterli layihələrimiz olub və 2021-ci ildə sadəcə olaraq mən onu niyə misal gətirirəm? Qafqazda ən böyük layihə idi. 20.000
insan gəlmişdi həmin layihəyə. Fikirləşirəm ki, izləyicilərimizə də maraqlı gələr. Sizin məşq prosesi və həmin həm şou xarakterli yarışlar olsun, həm digər yarışlara hazırlıq prosesi necə gedir? Mən liqanın idmançılarından birini dəvət edəcəm. O özü də bizim bir dəfə layihədə iştirak edib, özü sizə bəzi fənləri göstərəcək və müəyyən özü müdafiə fənlərini bildirəcək. İzləyək. Bəli, əziz izləyicilər, hazırda biz Elbir İdman Liqasının idmançısı Əlican Əlicanovla birgə sizə müxtəlif hərəkətləri göstərəcəyik. Hansılar ki, yəqin ki, Elçin müəllim də mənimlə razılaşar. Sizdə müxtəlif qollara ayrılır yarışlar və professional yarışlara çıxan idmançılar şou xarakterli döyüşlərdə də iştirak edə bilərlər. Belə olduğu təqdirdə hansı hərəkətlərdən istifadə olunur ki, izləyicilərdə, həmin o zala toplaşan kütlədə wow effekti yaratsın? Yəqin ki, Əlican bəy mənimlə razılaşar və mümkündürsə elə əyani olaraq izləyicilərimizə həmin hərəkətləri göstərək. Tam dəqiqliyi ilə birə-bir məncə göstərməyə də ehtiyac yoxdur. Çünki onsuz da şou xarakterli döyüşlərdə belə, yəni bu fəndlər spontan alınır. Düzdür, hazırlıqlar öz yerində və professional olmayan bir şəxsin məncə bu hərəkətləri eləməsi biraz risklidir. Bu göstəriş hərəkətləri məsləhət görmürəm döyüşdə istifadə eləyəsiniz. Çünki döyüşün 50% rəqibə verilmiş olursunuz. Çünki elə bir akrobatik hərəkətlərdir ki, hər an səhv eləyə bilərsən, o səhvə görə də rəqibə döyüşü verə bilərsən. Ona görə məsləhət görmürəm, sadəcə öz döyüşünüzü göstərin. Amma qabağa getmək üçün, sosial şəbəkə üçün, kino üçün, kinolar üçün yaxşı olardı bu fəndlərdən istifadə eləsələr. Bizim aktyorlarımız amma MMA, kickboks, boks yaxud başqa idman növlərində öz texnikası var, o texnikanı qarışdırmaq olmaz məncə. Bu hərəkətlərin öyrənilməsi, təbii ki, siz özünüz liqada fəaliyyət göstərirsiniz və uşaq yaşlarından artıq bu idmanla məşğulsunuz. Bəs öyrənmək istəyənlər ola bilər ki, izləyicilər bizi görər, hansısa yeniyetmələr məşğul olmaq istəyirlər. Yəni çətinliyi nə dərəcədədir və yaxud yəni bu hərəkətlərin hazırlığı nə qədər vaxt alır? Belə deyim, mən 6 yaşdan idmanlara gedirəm artıq, cürbəcür idmanlar görmüşəm. Bu akrobatik hərəkətlər zədələr çoxaldır insan bədənində. Yəni, hamıya məsləhət görmürəm, elastik olmalıdır bədən. Gündəlik məşqin olmalıdır ki, bədən hazır olsun belə akrobatik hərəkətlər. Bir sözlə, Elbir İdman Liqasında əgər şou xarakterli döyüşlərə çıxmayacaqsınızsa, biraz kənar qalmaq daha məqsədə uyğundur və keçək məncə hərəkətlərə digər hansı fəndlər var ki, yəni onların üzərində işləyirsiniz, mümkünsə əgər həmin fəndlərdən bir neçəsini 540 zərbəsinə ən çox vururam, yəni şəbəkələrdə də göstərə bilərik 540-ı. Elçin müəllim çiynini qaldır, zəhmət olmasın. Gözlə qoltuğumu gözlə o biri qolumu sal qoltuğumun altına. Elçin müəllim, Əlican idmançımız hərəkətləri göstərdi və indi fikirləşin ki, bu hərəkətlər həmin arenada, zalda göstərilir, idman zallarında və görün tamaşaçılarda hansı effekt. 10-11 il bundan öncə İdman Azərbaycan kanalı həmin yarışı canlı yayımlayırdı. O yarışa təxminən 8 ölkənin nümayəndəsi gəlmişdi. Elbirin xüsusi olaraq yarış versiyası, məsələn, sumo güləşçisi ilə karatəçi döyüşürdü, hərəsi öz geyimində. Boksçu ilə güləşçi döyüşürdü, hərəsi öz geyimində. Yəni tam MMA yarışları deyildi. Elbirin özəlliyi odur ki, MMA-da, UFC-də xüsusi olaraq onların standart geyimləri var. Amma burada hər idman növü, necə ənənəvi yarışlar olurdu, hər idman növü özünü təmsil etdiyi idman formatı gəlir. Mən indi yaxşı yadımda ki, Rusiyanın ən böyük idman saytları yazmışdı ki, Organizator malası, Amerikanın ən böyük idman telekanalları bunu müzakirə çıxarmaz ki, this is fantastic show. Yəni bizim üzrdə odur ki, tamaşaçılar bu belə yarışlardan zövq alsınlar. Zövq alsınlar, əyləsinlər, zövq alsınlar. İnandırım siz yeniyetmə və gənclər, hətta uşaqlar bile o yarışda çox zövqlə izləyir. Oradakı qəhrəmanları özlərini oxşadırlar. Bu da bizim ən öndə prioritet hədəfimizdir. Və təbii ki, burada göstərilən hərəkətlər sadəcə bir qismidir. Həmin arenada tətbiq olunan yəni müxtəlif hərəkətlərin və
Təbii ki, belə olan təqdirdə yəni idmançıların həmin döyüşlərə hazırlıq prosesi də var ki, yəni xüsusi hərəkətləri göstərmək üçün yəni hazırlıqlar keçirilir. Məsələn, sözünüzdə qüvvət, məsələn, bizim yarışlarımız var ki, WWE yarışlarına oxşuyur. Orada artıq yarışlar olan zaman çıxırlar, rəqibin bir ringə çıxır, əks rəqibin üzərinə tullanır, öz çəkisindən və yaxud onu qaldırıb bütün çəkisinə yerə vurur. Şübhəsi yox ki, bunlar çox peşəkar hazırlanır. Əks təqdirdə onların çox ciddi zədəsi ola bilər və insanlar da məhz bu qeyri-adi, ekstremal fənlərdən zövq alırlar. Yəni az əvvəl də bildirdiyimiz kimi burada yalnız peşəkarlar. Ümumiyyətlə bu yarışlara yalnız peşəkarlar cəlb olunur. Çünki əks təqdirdə müxtəlif fəsadlara gəlir. Onurğa zədələnə bilər, boyun onurğası zədələnə bilər, baş travma ala bilər və bunlar xüsusi olaraq hazırlaşılır. Necə ki, boks, MMA və karate yarışlarında idmançılar öncədən hazırlaşırlar. Buranın da ulduzlar öncədən hazırlaşılır və maksimum səviyyədə təhlükəsizliklər. Elçin müəllim, bəs sizin özünüzdə, yəni liqanın özündə şou xarakterli yarışlar hazırlananda, keçiriləndə, yəni bununla bağlı hansısa bir tapşırıqlar olurmu, müəyyən təlimlər olurmu bu yöndə? Bəli, olur və bizim 4 qolumuz var. Bir daha vururam, biri yəni karateye oxşur, karate deyil, biri ki boks oxşur, ki boks deyil. Bir MMA oxşur, MMA-da qaydalar fərqlidir, geyimlər fərqlidir, çəkilər fərqlidir, şərtlər fərqlidir. Və bunlardan biri WWE versiyasına oxşayan bir down versiyası var ki, SmackDown kimi. Orada da bizim peşəkar təlimçilərimiz var. Onlar idman yarışdan qabağı bir-birlərini görüşürlər, hazırlaşırlar və bundan da tamaşaçılar zövq alır. Və siz az əvvəl də bildirdiniz ki, biz xarici yəni müəyyən şirkətlərlə, eyni zamanda idman təşkilatları ilə işbirliyi fikirləşirik və belə olan təqdirdə siz komanda şəklindəmi beynəlxalq yəni əlaqələrə yollanırsınız və yaxud yəni orada təlimlər keçirsiniz? Yəni bu hansı formada tənzimlənir? 2013-cü ildən etibarən biz mütəmmədi olaraq xarici ölkələrə gedirik. Bunun üzərinə Almaniya aiddir, Almaniyada olmuşuq. Bunun üzərinə Rusiya aiddir, bunun üzərinə Gürcüstan, Tayland, Kipr və s. Və belə olduğu təqdirdə həm liqa sədri olaraq mən tək də qoşula bilirəm. Eyni zamanda elə seminarlar və təlimlər olur ki, bəli, mütləq komanda orada iştirak etməlidir. Çünki orada yeni tövsiyələri, yeni qanunları bilməlidirlər. Və son olaraq siz bildirdiniz ki, Azərbaycana müxtəlif tanınmış aktyorlar, idmançılar gələcəklər və ölkəmizdə də bu tip yarışların keçirilməsi düşünülür. Bəs xarici ölkələrdə, yəni fərq etmir hansı ölkə olsun, yəni orada yerli idmançıların çıxışı ümumiyyətlə planlaşdırılırmı? Belə bir planda əslində var, ancaq hələ ki o planla tutduqlarımız şou xarakterli deyil, peşəkar yarışlardır. Bizim əsas hədəfimiz istər idman liqası olaraq, istər Gənclər Təşkilatı olaraq Netflix-ə çıxmaqdır və hədəfimiz odur ki, 2026-cı ildə də inşallah bunu reallaşdıracağıq. Sizə işlərinizdə, fəaliyyətinizdə uğurlar arzu edirik və ümid edirik ki, həm gənclərin inkişafı, yeniyetmələrin inkişafı baxımından, eyni zamanda liqamızın inkişafı baxımından işləriniz uğurlu olar. Təşəkkür edirik ki, gəldiniz, fikirlərini bizimlə, izləyicilərimizlə bölüşdünüz. Uğurlar sizə. Mən təşəkkür edirəm. Çox sağ olun ki, İdman TV kanalı olaraq həmişə bizim layihələri dəstəkləyirsiniz, informasiya dəstək verirsiniz, yayımlayırsınız. Bu da bizim işimizə növbəti və ən əsas motivasiya verici hadisələrdən biridir. Təşəkkürlər. Sağ olun. Sağ olun. Bəli, əziz izləyicilər, nokaut verilişinin növbəti buraxılışı sona çatır. Yenidən görüşmək ümidi ilə hələlik.